Bugün biz YouTube'da Bizə Show'dayıq və mənim Biz klub üzvlərim bugün sevgi və münasibətlər mövzusunda danışır. Bugünkü qonağımız Leyla xanımdır. Salamlayıram hər kəsi. Mən Leyla. Okay. Leyla xanım, Biz klubda necə hiss edirsiniz özünüzü? Biz klubda belə qeyd edeyim ki, çox yaxşı hiss edirəm özümü. Nəyə görə? Çünki başqa bir belə qeyd edeyim ki, ödənişsiz vebinarlara baxmışam hər birinə. İstər YouTube-da olsun, istər də ki, belə sizi çoxdan izləyirəm, nə yalan deyim. Amma belə qeyd edeyim ki, Biz kluba artıq 2 ayımdır. Yəni tam qərar verdim ki, mən qatılmalıyam. Çünki orada öyrənəsi çox şeylərim var. Plus da ki, daha yaxşı ki, həm öz həyatımda, məsəl üçün həm mama papa terapiyasında çox gözəldir həqiqətən də. Bu qədər çox sağ ol. Əla, nəticələrinizi mənə yazmışdınız. Qısa deyə bilərsinizmi? Əsas nə görürsünüz nəticə olaraq? Nəticə olaraq belə qeyd edeyim də mən sizə öz sərhədlərimi artıq düzəltmişəm sanki. Hansı ki, məsəl üçün mama mənə pis davranırdısa, artıq daha da qat-qat yaxşı davranır və hörmətlə yanaşır. Eyni ilə də qardaşdır. Ola bilər ki, məsəl üçün bu balaca bir şey gələ bilər, amma mənim üçün çox böyük bir şeydir. Məsəl üçün ən azından onu mənə gətir. Zəhmət olmasa deməkdənsə kobudcasına deyirlər, amma indi isə dəyişibdir. Və ətrafımdakı insanlar belə, yəni danışıqları belə dəyişibdir. Mənə olan elə bir ki, sanki mənə olan hörmətlər daha çox olubdu. Əla, bu şəkildə biz dünyaya daha güvənli çıxış eləyə bilirik. Hal-hazırda münasibətdəsinizmi? Bəli. Nə məqsədiniz var sevgi, münasibət mövzusunda? Belə qeyd edeyim, mən əslində bir münasibətimi tam özüm bitirdim. Belə qeyd edeyim ki, daha çox münasibətlərim olubdu, amma yarıda da buraxmışam hamısını. Ya məni yarıda buraxıblar, ya da mən onu yarıda buraxmışam. Axırıncıda qurban versiyasına düşmüşdüm bir növ. Bir də ki, cinsiyyətdən daha çox danışıldığı üçün ayrıldım. Ojeni yorulmuşdum da. Artıq demişdim ki, bu sondur və ilişkiyə girməyəcəm. Amma həmin anda bir insan sanki kontaktımda var da çox da tanımamışam kimi. Gəldi həyatıma, biraz danışıq falan. İndi də ki, yəni ciddiyə gedir sanki. Nə istəyərdiniz? Məqsəd nədir? Və yaxud nə qorxularınız var? Qorxularım, məsəl üçün. Ya da sizcə nə olsa münasibətinizə daha yaxşı təsir eləyər? Hansı məqsədiniz həyata keçsə? Mən belə qeyd edeyim sizə, məsəl üçün demək olar həmin insana danışıram, danışığa girirəm və istəyirəm ki, həmin mən elədiyim hörməti və yaxud da ki, necə qeyd edeyim, mənim istədiyim şeylər eləsin. Eynən, amma o da olmur. Bəzən də qırılıram, sonradan deyirəm, yox, bu sənin nə atan deyil, bu sənin valideynin deyil, plus da ki, onları sən özün eləməlisən. Gözləntiyə girirsinizmi? Elə vaxtlar olur ki, bəli, gözləntiyə girir. Və hiss eləyirsinizmi ki, münasibətdə qarşı tərəfdən gözlədiyiniz şeyləri siz ona eləyirsiniz? Sizin ondan gözlədiklərinizi siz ona eləyirsiniz? Bəli, bəli. Sonra zənciri qurun, nə getdi? Siz ona, sizin ondan gözlədiyiniz şeylər elədiniz. Sonra nə eləyirsiniz? Elədim, o sanki məndən özü belə deməsə, yəni təsdiqləməsə, məndən uzaqlaşır sanki. O mən istəmirəm uzaqlaşsın. Eynən, yaxşılıq eləyirəm, sanki pislik mənə gəlir. Niyə? Gəlin baxaq. Bu sizsiz. Bu da sizsiz. Biz ümumiyyətlə hər zaman münasibətdə qarşı tərəfə nəsə etdiyimiz zaman özümüz onu istəyirik deyə eləyirik, o istəyir deyə yox. Birincisi, bunun fərqini alaraq. İkincisi, biz ona nəsə eləyirik ki, özümüzə eləyək. Yəni, özümüz üçün eləyirik. 2 bu. Üçüncüsü isə bizim ona nəyisə edə bilməyimiz o demək deyil ki, o da onu edə bilər. Və münasibəti, əgər münasibətdən tamamilə sizin etdiklərinizi yığışdırsaq, nə baş verər? Tamamilə yığışdırsaq. Əslində o mənə daha çox gəlir. Sanki. Bəlkə. Amma ikinci variant da var. Çünki heç vaxt 100% əmin ola bilmərik ki, gələcək. Ola da bilər ki, ümumiyyətlə sönsün bu münasibət. Uzaqlaşa bilər.
Uzaqlaşa da bilər, yaxınlaşa da bilər. İki variant var. Okay. Bugündən sonra qəbul edə bilərikmi ki, ümumiyyətlə hamı münasibətdə qarşı tərəfdən gözlədiyimiz şeyləri ona eləməyək. Çünki bunu o bizdən istəməyib. Bir, istəsə belə mən bunu ona görə eləyirəm ki, o da mənə eləsin. Qarşılıq gözləmək Və yəni. bu sevgidən deyil. Əgər mən bunu ona görə eləyirəm ki, o da mənə eləsin, bu sevgi deyil. Bu şəkildə siz görə bilmirsiniz ki, həqiqətən bu insanı sevirsiniz, o da sizi sevir, yoxsa yox. Burada hal-hazırda bu münasibətdə siz özünüzdən nəsə eləyirsiniz. Və bu sizə ona görə sıxıcı gəlməyə başlayır. O insanı görə bilmirsiniz. Qarşınızdakı sanki öz balacalığınızdır. İndi hal-hazırda. Onun ehtiyacı olanları özünüzlə kontaktdasınız. Onu görmürsünüz hal-hazırda. Əslində kim olduğunu. Bunu bilmək necə hiss elətdirir? Mən bunu sizin balaca versiyanızı, Leylanı qoyuram aşağı. Ona artıq nəsə eləməli deyilsiniz qarşınızdakının timsalında. Necə hiss eləyirsiniz indi? Çox qəribə. Qəribə. Okay. Deyək ki, bu sizin partnyorunuzdur. Bu cürə görmək ola bilərmi onu, yoxsa görə bilmirsiniz çətinlik görmək? Həqiqi özünü. Bayaq sizin onda gördüyünüz öz balacalıq versiyanızdır. Özünü İndiyə görürsən. qədər, çünki ona eləyirsiniz, gözləntiyə girirsiniz. Deyir, sən də mənə elə, o deyir, yox, bu mən sənin uşaqlığın deyiləm ki, mənə bunları eləyirsən, əslində deyir içindən, hiss eləyir. Çünki o da daha çox əsəbləşir ki, sən mən eləyirsən, o demək deyil ki, mən də sənə eləməliyəm. Və belə bir şey var, sənin kiməsə nəyisə eləyə bilməyin, o demək deyil ki, o da sənə qarşılığını verə biləcək. Məsələn, mən Əsər Rüstəmli. Bugün bu şounu çəkirik, müəyyən qədər böyük məbləğlər qoyulur bura, komanda edəcək bunu, müəyyən qədər vaxt sərf edirik, pul sərf edirik və s. Amma hamı ödənişsiz baxacaq. Bu o deməkdirmi ki, mən bunu edərkən gözləməliyəm ki, mütləq baxan hamı da bura xərclənilən pulun qarşılığını versin mənə. O zaman işləyə bilərəmmi? Funksional qala bilərəmmi? İnsanlar məni sevərmi? Yox. Funksional qala bilərəmmi? Yox. Enerji tapa bilərəmmi? Yox. Pul tapa bilərəmmi? Yox. Plus müştəri gələrmi mənə? Yox. Çünki mən bunu eləyəcəm ki, gözləntiyə girəcəm. Qarşılıq gəlsin mənə, mütləq verin mənə. Mən sizə bunu verirəm və çıxıram məsələn YouTube-da deyirəm. Mən sizə verirəm bunu. Siz mənə niyə vermirsiniz? Gülüncə olar. Necə olar? Gülüncə olar. Mən sizdən gözləyirəm. Hamınızdan mən bu qədər pul xərcləmişəm və mənə bunu verin mütləq. Bu mənim sizlə kontaktım deyil. Mənim kimlə? Atamla kontaktım ola bilər, öz uşaqlığımla kontaktım ola bilər. Mən burada sizlə kontaktda olmaram bu cürə eləsəm. Və həqiqi anlayış, sevgi, qarşılıqsız, gözləntisiz bir şey olmaz. İndi mən sizə deyirəm ki, mən o şeyi sizdən aldım. O şey, bilirsiniz nədir o? Onu aldım sizdən, götürdüm, qoydum o tərəfə. İndi bu partnyorunuzdur və bu sizsiz qarşınızda. Nə hiss edirsiniz? Görə bilirsinizmi? Sizin ona yüklədiyiniz şeylər olmadan onun reallığını görə bilirsinizmi? Və xoşunuza gəlirmi gördüyünüz şey? Qalmaq istəyirsinizmi belə olduğu təqdirdə? Qalmaq istəyirəm. İstəyirsiniz, okey, yaxşıdır. Onu görə bilirsinizmi tam özünü? Okey, real analiz edə bilirsinizmi indi onu? Real analiz. Bir var ki, mən illüziyaya aşiqəm. Bundan gözlədiyim şeylərin nə vaxtsa gerçəkləşə biləcəyi fantaziyasına aşiqəm. Bir də var ki, real adama aşiqəm. Yox, real. Okey, real adama aşiqəm. Okey. Sonra indi nə baş verir? Nə hiss edirsiniz? Sanki onları həmin insandan aldım o enerjini də. Normal münasibətdir, daha da yaxşıdır, amma özümü hər dəfə təsdiqləmək və yaxud ona hədiyyələr almaq falan sanki uşaqlığımdır da. Uşaqlığımla tam barışmamış kimi bir şey oldu. Amma uşaqlığımı götürəndə isə normal münasibət yaşamaq çox qəşəng olar. Nə cümlə deyərsiniz ki, o da özünü aça bilsin və yaxud da aça bilməsin, uzaqlaşsın? Çünki yenə həmişə belə bir seçim var münasibətlərdə. Biz qarşı tərəfin əvəzinə münəccimlik elə bilmərik ki, necə nəticələnəcək. Amma bir cümlə var deyə biləcəyiniz. Hansı cümlədir sizcə o? Qarşılıqsız. Qarşılıqsız. Deyə bilərsinizmi ki, məndən hər gün soruşa bilərsənmi ki, nə ehtiyaclarım var məsələn?
Qoy özünü göstərsin, düzdür, siz deyəsiz, o özünü göstərsin. Deyə bilərəm. Və belə bir qayda qoya bilərsiniz ki, məsələn, hər səhər sabahın xeyir yazırsa, sizə desin ki, bu gün sənin üçün nə edə bilərəm? Və axşam siz deyəsiniz ki, bu gün mən sənin üçün nə edə bilərəm? Necə olar bu şəkildə? Daha aydın görə bilərsiniz ki, nə edə bilir doğrudan və etdiyi şeylər sizin istəklərinizə uyğundurmu? Çünki hər kəsin kapasitəsi fərqlidir. Biz çox zaman əsl insanı yox, onun bizə verə biləcəkləri fantaziyasına vuruluruq. Hansı ki o deyil. O deyil qəti şəkildə. Çünki belə bir şey baş verir o zaman. Sanki bu insanın özüdür, amma bu bizim fantaziyamızdır. Və biz bunu bura qoyub bunu sevirik. Olmayan bir şey. Əslində isə bu qədərdir. Bizim fantaziyamızda ola biləcəklər bu qədərdir. Və çox zaman böyütmürük. Prosta özümüzdən qurtulduğumuz bir fantaziyadır bu. Olur, məndə və daha bu çox reallıqda. Məsələn, o bir dənə videom var idi. Ayrılandan sonra meymuna oxşayır. Çox vaxt baxdığımız adamlar, tam unutduğumuz adamlara belə baxırıq ki, kərtənkələyə oxşayır, meymuna oxşayır falan. Başa düşmürük ki, ümumiyyətlə bununla biz niyə danışırsıq? Hansı boşluğumuza düşmüşdük? Niyə? Çünki bu illüziyanı götürmüşəm oradan. Real adamın özü qalıbdı. Söhbət onun nəyə oxşamağından getmir. Söhbət orada enerjidən gedir ki, mən enerjimi çəkdimsə, enerjimdə nə idi? Bu yüklədiyim şeylər. Bunu çəkdimsə orada heç nə qalmır həqiqətən. Baxıram ki, boşdur prosta. Boşdur. Ya da çox balacadır mənə görə. Kommunikasiyanı bu şəkildə qurduğumuz zaman isə biz real insanı görə bilirik. Fantaziyamızı, uşaqlığımızı, ata-anamızı yox. Realda kimdirsə o. Və bu şəkildə baxa bilərik ki, mənə uyğundur yoxsa yox. Ki sonradan münasibət davam eləsə, uzun müddətli münasibətə çevrilsə, biz əlbəttə bir evdə yaşayanda uzun müddət bir insanla biz artıq fantaziyada qala bilmirik. Gerçəklərlə üzləşirik. Və o çox yorucu olar. Çünki sən o insanı real görürsən, sən xoşuna gəlmir hər gün səhər oyananda. Və sən ümid eləyirsən 1 il alınar, 2 il alınar, 3 il alınar və zaman keçdikcə o deyir, qatara mindin, yanlış yöndə gedirsən, nə qədər çox uzaqlaşdın düşməli olduğun yerdən, o qədər gerisən. O qədər də qayıtmağın çətindir. Və sən gözləyirsən ki, bu qatar getsin axır ki, nə vaxtdasa qədər. Kimsə məni görüb götürənə qədər oradan. Amma münasibət belə bir şey deyil. Məsuliyyət götürməliyik özlərimizə, düzdür? Bunu edə bilərik. Nə mane olar sizə bunu etməyə? Edə bir alınar, yoxsa qorxu var ki, bu şəkildə? Çünki çox adam qorxur. Bunu etsəm deyir, reallıqla qarşılaşacağam və reallıq xoşuma gəlməyəcək. Əslində məndə reallıq daha yaxşıdır. Hansı ki nağlar aləmində uçuram. Amma reallığa gəlsəm, həmin insan məsəl üçün özünü dəyişim. Hansı ki mənim kimi deyək ki, özünü dəyişim, daha çox belə qeyd edeyim, ailəcanlı və yaxud da ki daha çox yəni mənim indiki vəziyyətimə uyğundur. Tamam. Bunu eləyə bilərik. Bu gün əgər bunu götürsəm, uşaqlığınızı qoysam sizlə üzbəüz, o nə istəyir? Onun özünə verməyə. 3 şey deyə bilərsinizmi? Öz uşaqlığınız qarşınızdadır. Kimin vasitəsilə ki, partnyorunuzla münasibət qururdunuz? O qarşınızdadır, partnyorunuz getdi. O çoxlu hədiyyələr istəyir. Okay. Bir. Sevgi istəyir, daha çox sevilmək istəyir. Və daha çox onunla vaxt keçirilsin istəyir. 1, 2, 3 eləyək. Nə hədiyyə istəyir? Hədiyyə çox ilk ağlınıza gələn çox mənasız bir şey ola bilər. Çünki uşaqlar heç maşın istəmir, ev istəmir. Kukla ola bilər. Kukla istəyir. Daha sonra evcik ola bilər. Sonra yeməyi nə istəyir? Fikirləşmədən deyim. Yeməyə şokolad. Şokolad. Okay, bu 3 şeyi ona verə bilərsiniz. Çünki bəlli ki, bu şəkildə sevildiyini hiss eləyir. Okay. Daha sonra partnyorunuza indiyə qədər elədiyiniz şeylər arasından nə var? Ondan hədiyyələr gözləmək, sevgi gözləmək. Ona etdikləriniz arasından özünüz etmək istədiyiniz əslində? Özümə etmək istədiyim, yəni daha çox dediyim kimi. Mən sənə daha çox sevgi verəmsə, sən də mənə verməlisən. Belə bir. O sevgini özünüzlə danışıq
danışığa çevirə bilərsinizmi? Çünki böyük ehtimal ki, daxildə özünüzlə o qədər qəşəng danışmırsınız, nə qədər ki, partnyorunuzla danışırsınız, düzdür? Daxildə öz içinizdəki uşaqla, özünüzlə hər gün daha qəşəng danışa bilərsinizmi? Onu özünüzə verə bilərsinizmi? Okay, bunu da yadımızda saxlayaq. Başqa nə var? Başqa daha çox hansı ki, daha çox şeylər eləsəm, nə bilim, daha çox özümü isbat eləsəm, nə bilim, mama tərəfdən daha çox sevilərəm və yaxud da ki, başqa insanlar tərəfindən wow, bu bunu etdi və yaxud da bu hansısa bir ölkəyə getdi kimi bir şeylər. Götürsək ki, özünüzə bir dəfəlik söz versəz ki, artıq ancaq öz istəklərimi eləyəcəm. İçimdəki uşaq nə istəyir, özüm nə istəyirəm. O zaman nə qalır ortada? O zaman nə qalır ortada? Öz istəklərimdən yarımçı qoyduğum işləri bitirmək və gözəl bir gələcəyə hazırlaşmaq. Plus da ki, dil öyrənib Almaniyaya getmək. Okay. Daha önəmli bunlar. Okay, deməli bunları yazıb eləməlisiniz, düzdür? Özünüz özünüzə lazım olan ehtiyacları ödəməlisiniz. Bu şəkildə siz münasibətə ac daxil olmayacaqsınız və artıq bu uşağı hamıya yükləməyəcəksiniz. Okay, bu uşağı çünki hamıya yükləmək bizi çox incidir. Okay, indi özümüz necə hiss edirik? Yüngülləşmiş. Çox rahat. Daha rahat və münasibət yorucu olmalı deyil. Hamı yadında saxlasın. Münasibət yorucudursa, o işdir. Münasibət deyil. O işdir. Və heç kəs işdə uzun müddət qalmaq istəmir, əgər yorucudursa o. Tükənir insan, xəstələnir və s. Münasibət ən rahat olduğunuz yer olmalıdır. Enerji aldığınız bir yer olmalıdır və bunu yarada bilmək də lazımdır. Qarşılıqlı əlbəttə ki. 50% məsuliyyət sizdədir hər zaman, 50% qarşı tərəfdədir, düzdürmü? Sizə təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Bugün sizinlə biz bizə YouTube şouda bərabər idik. Unutmayın, bütün məsələlərinizi birlikdə həll edə bilərik. Bunun üçün sadəcə aşağıda açıqlama bölməsində sizə uyğun bir linkə keçid edə bilərsiniz. Ya ödənişli, ya ödənişsiz şəkildə mənimlə çalışmağa başlamaq üçün. Hər şeydən öncə isə demək istəyirəm. Ümumiyyətlə çöl dünyanızda nə var, nə yaradırsınız, nə görürsünüzsə, hər biri daxili aləminizdə ilk öncə yaranır. Və sadəcə daxili aləminizdə nələrisə dəyişməklə çöl dünyanızda gördüyünüz hər şeyi dəyişdirməyə başlaya bilərsiniz.